bu gün sizlərlə DİM-in 10 may 2026-cı ilə keçirdiyi sınağa baxacağıq və biz bu sınaqda 3 ətraflı yazıya baxacağıq. İlkin ətraflı yazımız alqoritmlə bağlıdır və şərtlə tanış olaq. Daxil edilən 20 natural ədəddən ən böyüyünü tapıb çıxışa verən alqoritmin blok sxemini qurun. İlk öncə biz blok sxemi qurmaq üçün başlanğıc çəkirik. Daha sonra oxdan istifadə edərək 20 natural ədəd dediyi üçün biz 20 natural ədədi belə göstərə bilərik. A bərabərdir 20 və burada biz dəyişənlərdən də istifadə edəcəyik. S bərabərdir 0, I bərabərdir 0. Daha sonra isə biz burada şərt verə bilərik. Çünki bizdən nə istəyir? 20 natural ədəddən ən böyüyünü istəyir. Şərtdə isə bizə deyir ki, daxil edilən 20 natural ədəddən. Bunun üçün biz S kiçikdir A deyəcəyik. Əgər S həqiqətən A-dan kiçikdirsə, baxırıq ki, S-in də ikinci qiyməti 0-dır. Deyirik hə və hədirsə, deməli, biz hər dəfə S-i artırmalıyıq. Hər dəfə S bərabərdir S plus 1, çünki ən sonda 20-də dayanmalıdır. Və sonra isə biz nə edəcəyik burada? S artırandan sonra biz hər dəfədə ədəd daxil etməliyik ki, bunu da N adlandırırıq. Yəni giriş blokunu çəkib orada N yazırıq. Sonra isə biz şərt verməliyik. Çünki bizdən nə istəyir? Ən böyüyü tapıb çıxışa verən alqoritm istəyir. Və bunun üçün də biz nə edəcəyik? Əgər bizim N-imiz I-dən böyüdürsə, deməli deyirik hə. Hədirsə, bu zaman nə edəcəyik? Hesab blokunda yazırıq. I bərabərdir N. Yəni, N ən böyük qiymət olduğu üçün və biz ən böyük tapmaq üçün hər dəfə I-yə N-i mənimsədirik. Nə vaxt yəni ən böyük qiyməti tapırıqsa 20 dəfə dövrdən sonra, onda biz çıxışdan yəni çıxırıq. Və sonra isə burada hə yazırıq və sonra biz hər dəfə, deyəlim ki, N-ə müxtəlif ədədlər daxildir və hər dəfə də böyük ədəd daxil ediriksə, biz hər dəfə də dövrə getməliyik. Bunun üçün nə edəcəyik? Yuxarıya oxu gətiririk və burada N böyüdür I-dən deyəlim ki, hə olmur, yox olur. Bu zaman yox qolunu bura çəkirik. Daha sonra isə dövrümüz bitdikdən sonra yox qolu burada da olur və burada da çıxış bloku çəkib nəyə daxil edirik? S-i, daha doğrusu I-ni daxil etmiş oluruq və bununla da son olur və biz ən böyük ədədi tapmış oluruq. 89-cu suala, deməli, klaviaturadan daxil edilmiş ən böyükdür bir sayda müxtəlif natural ədədlər içərisində cüt olan ən kiçik ikinci ədədin rəqəmlərin cəmini çap edən proqramı Python dilində yazın. Burada bizə nə istəyir? Cüt olan ən kiçik ikinci ədədin rəqəmlər cəmini tapmamız. Bunun üçün biz n sayda dediyi üçün bir dənə n dəyişən daxil edirik. Int input yazaraq burada sayı qeyd edirik. Sonra isə biz buradan sayıya uyğun olaraq I bərabərdir 0 yazırıq və cüt ədədləri də belə bir boş siyahıda qeyd edə bilərik. Və buradan indi while dövründən istifadə edərək I kiçikdirmi n-dən deyirik həm. Çünki bu sayda istifadə olunacaq. Əgər kiçikdirsə bizə də n sayda ədəd daxil etmək dediyi üçün yazırıq bura A bərabərdir int input və bununla da ədədləri daxil edəcəyik və hər dəfə də i-ni artırmalıyıq ki, bir vahid dövrdən çıxa bilək. Və indi isə daxil edilən ədədin cüt və yaxud da cüt olub olmadığını yoxlamaq üçün if şərti verib A faiz 2, yəni tam 2-yə bölünürsə deməli ədədimiz cütdür və buna da cüt ədədi biz hər dəfə B siyahısına əlavə edəcəyik və bunun üçün B nöqtə append yazmalıyıq və bununla da A-ya, daha doğrusu B siyahısına A-nı əlavə etmiş oluruq. Və dövrümüz bitdikdən sonra isə biz burada ən kiçik ikinci ədəd dediyi üçün belə bir şey yaza bilərik. B sort. Bu deməkdir ki, azdan çoxa doğru necə bizim sıralayacaq düzümü siyahımızı. Sonra isə ən kiçik ikinci ədəd dediyi üçün C bərabərdir B1. Burada bilir ki, indeksləmə 0-dan başlayır və burada 1 ikinci ədədi yəni bizə çıxaracaq və bununla da ikinci ədədi C-yə mənimsətmiş oluruq. Və indi isə rəqəmlərin cəmi dediyi üçün biz buraya bir dənə S dəyişəni daxil edib ona da 0 mənimsədirik və yenə də while dövründən istifadə edirik. Deyirik ki, C böyüdürmü 0-dan? Deyirik hə, C böyüdür və burada S bərabərdir S plus C faiz 10 yazırıq hər dəfə, yəni qalıqlar burada toplanır və C-ni də burada bölürük tam 10-a və bununla da biz hər dəfə bölərik. Sonunda burada C sıfır aldığı zaman dövrdən çıxmış olur və dövrdən də çıxdığı zaman S-də həmin o daxil edən ədədin rəqəmləri cəmlənir və bununla da çapa print S yazaraq rəqəmlər cəmini ekrana çıxarmış oluruq. Keçək 90-cı suala. Deməli, 90-cı sualda klaviaturadan daxil edilmiş n sayda natural ədəd içərisində tək və cüt ədədlərin sayının hasilini çap edən proqramı Python dilində yazın. Bunun üçün n sayda dediyi üçün yenə də n bərabərdir int input yazaraq burada sayı daxil etmiş oluruq və burada dəyişənlər bizə lazım olacaq tək və cüt ədədlərin sayı üçün. Deməli, s bərabərdir 0,
i bərabərdir 0 və burada da indi sayının hasilini çap edən proqramı deyirsə, sayı üçün gəlin bunu belə saxlayaq. Əlavə olsa yenə bir dəyişən daxil edərik. Deməli, biz burada while dövründən istifadə edirik. Deyirik ki, i kiçikdir məndən deyirik həm. Eyni sayda natural ədəd içərisindən tək və cüt dediyi üçün biz burada yenə də a bərabərdir int input yazaraq hər dəfə ədədlər daxil edəcəyik və indi də həmişəki kimi 1 byte artıracağıq və sonda isə tək və cüt olub olmadığını yoxlamaq üçün if əgər deyirik burada a 2-yə tam bölünürsə, deməli ədədimiz nədir? Cütdür və cütdürsə, tək və cüt ədədlərin sayını istədiyi üçün deməli s bərabərdir s plus 1 yazırıq. Hə, bir də tək üçün bir dənə dəyişən daxil ona 0 mənimsədirik və s plus 1 yazırıq. Sonra isə əks halda deyirik və əks halda da isə b bərabərdir b plus 1 yazaraq tək və cütlərin sayını burada qeyd etmiş oluruq və dövr bitdikdən sonra isə bizdən nə istəyir? Sayının hasilini istəyir. Bunun üçün də yazırıq bura print s vur b. Bunu da biz tək və cüt ədədlərin sayının hasilini çap edən bir proqramı yazmış olduq.